Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarına səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul görüşlərinin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır. Bölgə TV xəbər verir ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafika uyğun olaraq növbəti səyyar qəbul görüşü Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Zolgəran kəndində keçirilib. Qəbulda rayon prokuroru Əli Qurbanov, polis şöbəsinin rəisi Rüfət Məmmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədov, Səhiyyə, Təhsil, Mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələr düzüb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri Respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Alışarlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. Bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Qeyd olunub ki, Zolgəran kəndinin 515 hektar ərazisi, 74 təsərrüfatı, 365 nəfər əhalisi var. Ərazidə bir ümumi orta məktəb, bir körpələr evi, uşaq bağçası, bir tibb məntəqəsi, bir ticarət obyekti, bir yaşayış obyekti və 3 suberteziyan quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 148 baş iri buynuzlu, 60 baş xırda buynuzlu heyvan, 250 baş quş və 30 arı ailəsi saxlayırlar. Son 3 ildə Zolgəran kəndində kəndarası yollar təmir edilib. Su arxları 2000 metr məsafədə lildən təmizlənib. Kənd ərazisində müxtəlif növ ağaclar əkilib və kənd arası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənmişdir. Erkən nikah və onun fəsadlarından söhbət açıb. Əlaqədar qurumları hər kəsi erkən nikaha, narkotik və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb. Bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Mayıl Məhərrəmov əkin sahələrinin suvarılması üçün istifadə olunan arxların təmizlənməsi, Teymur Zeynalov məktəbin qarşısında olan yola maneçilik törədən ağacların budanması və digər məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib. Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Rəna Rövşən qızı, BTV.